İyunda 40 derece Azərbaycanda isti gözlənilir. İyun ayının aylıq proqnozunu diqqətinizə çatdıracağıq. Belə ki, bir neçə gündən sonra mayı yekunlaşdırırıq və xeyirlisi ilə iyun ayının başlanğıcına keçəcək və bu ay ərzində hava haqqında məlumat necə olacaq və bunu yekun bir məlumat olaraq diqqətinizə çatdırırıq. Belə ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. İyun ayının ilk günlərində bəzi yerlərdə ara bir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə qısa müddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr isə temperatur 18-23 dərəcə, gündüzlər 27-32 dərəcə, hətta bəzi günlər isə 35-38 dərəcəyə qədər yüksələcək. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, yəni 9-12 mm olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərə, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə olacağı və bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüz isə 24-29 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə isə havanın temperaturu məhz 34-39 dərəcə olacaq. Yağıntıların isə miqdarı 21-35 milli olacağı gözlənilir. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəydə havanın orta aylıq temperaturunun 18-22 dərəcə olacağı gözlənilir. Qeyd eləyək ki, gecələr havanın temperaturu 13-18 dərəcə, gündüz isə 20-25 dərəcə olacaq. Bəzi yerlərdə isə havanın temperaturu 30-35 dərəcəyə yüksələcək ki, yağıntıların miqdarı isə məhz yəni aylıq miqdarı iqlim normasına yaxın olaraq 63-130 mm olacaq. Bəli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturu 19-23 dərəcə təşkil eləyəcək. Qeyd eləyək ki, gecələr temperatur 13-18 dərəcə, gündüz 20-25 dərəcə olacaq. Bəzi yerlərdə isə 23-28-32 dərəcəyə qədər yüksələcəyi gözlənilir və yağıntıların da iqlim normasına uyğun olaraq 38-86 mm təşkil edəcəyi gözlənilir. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər, Füzuli rayonlarında da havanın orta aylıq temperaturu 22-25 dərəcə olacaq. Gecələr 18-23 dərəcə, gündüzlər 27-32 dərəcə, hətta bəzən 35-38 dərəcəyə qədər gündüzlər havanın temperaturunun yüksələcəyi gözlənilir və yağıntılar isə 46-58 mm olacağı ehtimalı var ki, bu da bəzi yerlərdə isə bir qədər çox olacağı da gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda isə havanın orta aylıq temperaturunun 20-24 dərəcə olacağı gözlənilir. Gecələr 17-22, gündüzlər isə 23-28 dərəcə, bəzi yerlərdə isə 34-39 dərəcəyə qədər havanın yüksələcəyi gözlənilir istiliyinin və qeyd edək ki, dağlarda isə gecə 4-9, gündüz 13-18 dərəcə, bəzi yerlərdə isə hətta 20-25 dərəcəyə qədər yüksələcək. Demək olar ki, aylıq yağıntı sadaladığımız ərazilərdə normal iqlim yəni normasına görə 18-179 mm olacaq. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28 dərəcə olacağı gözlənilir. Gecələr 19-24, gündüz isə 28-33 dərəcə olacaq. Hətta bəzi yerlərdə isə bəzi günlərdə bu ərazilərdə 35-40 dərəcəyə qədər havanın temperaturunun yüksələcəyi gözlənilir. Yağıntıların isə 12 və 49 mm olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında isə 21-25 dərəcə, yəni orta aylıq temperatur olaraq nəzərdə tutulur və iqlim normasına görə gecələr 17-22, gündüz isə 27-32 dərəcə olacaq ki, bəzi günlərdə isə 34-38 dərəcəyə qədər yüksələcək. Aylıq yağıntıların iqlim normasına bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Yəni normal olaraq isə 29-47 mm olacağı gözlənilir.